Rusiya bir tərəfli qaydada döyüşlərə 2 günlük moratorium qoyduğunu elan etsə də, Ukraynada hər kəs anlayır ki, bu sadəcə Prezident Putinin 9 may tədbirlərini sakit şəkildə həyata keçirmək üçün ona lazımdır. Əks təqdirdə atəşkəsin müddətinin daha uzun bir müddətli elan olunması barədə bir mövqe açıqlanardı. Burada Ukrayna ilə danışıqların davam etdirilməsi, müharibə son qoyulması istiqamətində siyasi iradə nümayiş etdirilərdi və rəsmi Kiyev anlayır ki, Rusiya 2 günlük bu dönəmdə 9 may tədbirlərini rahatlıqla yekunlaşdırandan sonra yenidən Ukraynanın təkcə hərbi infrastrukturuna deyil, eyni zamanda mülki əhaliyə də itkilər yaşadan hücumlarını həyata keçirəcək. Eyni zamanda hələ ki rəsmi Moskvadan daha çox Ukraynaya pressing siyasətinin yürüdülməsinin şahidi oluruq. Nəinki Ukraynanın işğal olunmuş 20%lik ərazisinin hansısa bir hissəsindən imtina ilə bağlı mövqe görülür. Bu mənada tərəflər arasında etimad mühiti mövcud deyil və belə olduğu təqdirdə heç şübhəsiz ki, lokal da olsa bu hücum əməliyyatlarının davam etdirilməsinin bir şahidi olacağı qarşıdakı atəşkəslə bağlı elan olunmuş günlərdə də. Və hətta atəşkəs qərarından bir neçə saat sonra Ukraynanın ərazisinə 108 pilotsuz uçuş aparatı ilə hücum edilməsi, eyni zamanda raket hücumlarının həyata keçirilməsi yolu Ukraynanın əks zərbələr endirilməsi ilə bağlı qərarına gətirib çıxardı və hətta Moskva Kreml ətrafında hədəfə alınması hadisəsi baş verdi. Bunun qarşılığında da artıq Ukrayna tərəfinin yaydığı məlumata görə Rusiyanın davamlı şəkildə hücumları Ukraynanın 5 vilayətinə təşkil edilib, 10-a yaxın şəxs həlak olub, eyni zamanda 50-yə dək yaralı var. Yəni bu hücumlar davam edir. Paralel şəkildə Ukraynanın cavab zərbələrindən sığortalanmaq üçün Rusiyada hava məkanlarının fəaliyyəti, bir çoxunun fəaliyyəti dayandırılıb və yalnız məhdud sayda uçuşlar həyata keçirilir. Yəni belə olduğu təqdirdə bu daha çox atəşkəsdən daha çox tufan qabağı bir sakitliyə, əslində buna sakitlik də demək olarsa bənzəyir. Üstəlik Rusiya tərəfdən pilotsuz uçuş aparatının Latviya istiqamətində deməli Latviyadakı yanacaq çəninə hədəfə alınması NATO'nu da ciddi şəkildə həyəcanlandırıb, artıq gərginliklər yaşanır, NATO təyyarələri havaya qalxıb. Belə olduğu təqdirdə müharibə arealının daha da genişlənməsi bir təhlükəsi yaranır, nəinki Ukrayna ilə əldə olunmuş razılığın qorunması.